Rusiya Baş nazirinin müavini Aleksey Ovechkin Azərbaycana iyunun sonuna planlaşdırılan səfəri ləğv etdi. Bu qərara səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşlarının vəhşicəsinə öldürülməsi hadisəsi olub. Mənbələrin qeyd etdiyinə görə, bu vəziyyətdə Azərbaycan tərəfi Ovechkin və ya Rusiyanın hər hansı digər rəsmi nümayəndəsinin ölkəmizə səfərini məqsədə uyğun hesab etmir. Ukrayna Müdafiə Qüvvələri hər gün Novopavlovsk, Pokrovsk, Kramatorsk və Toretsk istiqamətlərində Rus işğalçı qüvvələrinin hücumlarını dəf edir. Bu barədə Donetskə səfir edən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski deyib. Rusiyanın Tu-95 MS bombardımançı təyyarələrini havaya qaldırıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin hərbi hava qüvvələri məlumat yayıb. Aleniya aerodromundan cənub-şərq istiqamətində uçan 3 Tu-95 MS təyyarəsinin hərəkəti qeydə alınıb. Raket təhlükəsi və qanadlı raketlərin buraxılması halında biz əlavə məlumat verəcəyik. Açıqlamada qeyd olunub. Fransa 18-ci anti-Rusiya sanksiyalar paketinin yaxın günlərdə Avropa Birliyi tərəfindən razılaşdırılacağını gözləyir. Bunu Fransa Xarici İşlər Naziri Jean-Noël Barrot deyib. Yaxın günlərdə danışıqların yekunlaşması gözlənilir. Bakıda Azərbaycan Böyük Mason Lojasının məclisi keçirilib. Bu barədə Rusiya Böyük Mason Lojasının rəsmi səhifəsində məlumat verilib. Toplantı iyunun 28-də Bakıda otellərin birində baş tutub. Məclisdə Azərbaycan, Rusiya və Vaşinqton böyük masterləri iştirak edib. Dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri Azərbaycana gəlib. Müzakirə olunan mövzular açıqlanmayıb. İraqda Türkiyə ordusunun 5-ci komando taboruna PUAlar vasitəsilə hücum olub. Bu barədə Türkiyənin millət vəkili Şamil Tayvar məlumat yayıb. Hücum nəticəsində 10 hərbiçinin yaralandığı qeyd olunub. Hücumun təşkilində PKK-nın rolu olduğu ehtimal edilir. İranın cənubunda, Nəsim şəhərdə və Şiraz üzərində hava hücumundan müdafiə sistemləri aktivləşib. Bu barədə İran mediası məlumat yayıb. Tehranın cənubunda Nəsim şəhərdə şiddətli partlayışlar eşidilib. İran mediasına verdiyi məlumata görə İsrail bu gecə İrana yenidən hücumlar təşkil edib. Zərbələrin hədəfində hansı obyektlər olduğu açıqlanmayıb. Son ana qədər İran ABŞ qoşunlarının Tehranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığından xəbərsiz idi. Bunu ABŞ prezidenti Donald Trump deyib. Biz onlara xəbərdarlıq etmədik. Onlar son dəqiqəyə kimi gələcəyimizi bilmədilər. Həmçinin Tehranın nüvə obyektlərindən uran ehtiyatlarını əvvəlcədən çıxara bilməyəcəyinə əmin idik. Ukraynanın təhlükəsizlik xidməti Krım aerodromunda Panser S-1 zenit raket atəş kompleksi və 3 ədəd Mi-8, Mi-26 və Mi-28 hərbi helikopteri partladıb. Bu barədə xidmətin mətbuat mərkəzi məlumat yayıb. PUAlar vasitəsilə həyata keçirilən əməliyyat zamanı Rusiya ordusuna məxsus silah anbarı da sıradan çıxarılıb. Qeyd edək ki, gecə saatlarında həmin aerodromda 2 dəfə partlayış səsi eşidilib. Həmasın qurucularından olan Xaxam Məhəmməd İssa Əl-İssi öldürülüb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Qəzzada keçirilən əməliyyat zamanı Həmasın qərəgah rəisi vəzifəsini də daşıyan İssu məhv edilib. İyunun 27-si səhər saatlarında AMON dəstəsinin Yekaterinburqda 9 mənzilə hücum edib, soydaşlarımızı öldürməsi və ağır xəsarətlər yetirməsi, həmçinin onlarla Azərbaycanlının təzyiqlər altında saxlanması ilə bağlı Rusiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiyanın Azərbaycandakı səfiri Mikhail Nikolayeviç Yevdakimovdur. O 2023-cü ilin iyun ayında Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə bu vəzifəyə təyin olunub. Maraqlıdır, Azərbaycan Xarici İşlər Nazirliyinə niyə səfir çağırılmayıb? Məlumatı üçün qeyd edək ki, müvəqqəti işlər vəkili müxtəlif səbəblərdən səfir göndərilməyən və ya göndərilə bilməyən ölkələrlə diplomatik əlaqələri idarə etmək üçün vəzifələndirilən və ya missiya liderinin yoxluğunda onu əvəz edən diplomatdır.
Belə məlum olur ki, Yevdokimov vəzifəsini bu və ya digər formada tərk edib və məhz buna görə də müvəqqəti işlər vəkili təyin edilib. Zəruri olaraq qeyd edək ki, müvəqqəti işlər vəkili əsasən diplomatik münasibətlərdə daha aşağı səviyyəyə sayılır. Bu baxımdan Rusiyanı Azərbaycanda səfir deyil, müvəqqəti işlər vəkili səviyyəsində təmsilçiliyi diqqət çəkməyə bilməz. Azərbaycanla Rusiya arasında diplomatik sahədə nə baş verir? Yevdokimov hardadır? Və müvəqqəti olaraq məsləhətləşmək üçün geri çağırılıb, bu barədə ictimai açıqlama niyə indiyədək olmayıb? İsrail agentləri illər boyunca İranın nüvə proqramının və raket sisteminin mərkəzinə daxil olublar. Londonun kəşfiyyat sənədlərinə əsasən Tehranın silah inkişaf etdirmə imkanları əvvəl düşünüləndən daha yüksək səviyyədə olub. Bir kəşfiyyat mənbəsi qeyd edib ki, İsrail agentləri illərlə İranda çoxsaylı obyektləri izləyiblər və İsrailin bu obyektlərdə 2010-cu ildən planlaşdırılan hücumdan əvvəl fiziki mövcudluğu olub. Qeyd olunur ki, İsrail həmçinin Sepahın qərargahına və Tehrandakı Natanz nüvə obyektinə daxil olub. Sənəddə vurğulanır ki, İran ildə təxminən 1000 ədəd yer-yer tipli raket istehsal etməyə planlaşdırıb. Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı 2 nəfərin ölməsi, 3 nəfərin reanimasiyada olması dəhşətdir. Bu olmamalıdır. Bu sözləri Rusiyalı politoloq Sergey Markov Yekaterinburqdakı hadisəni şərh edərkən deyib. Aydın araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik. ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla nizamlanması üzərində işləməyə diqqət yetirir. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Timmy Bruce deyib. Diplomatiya davam edir, danışıqlar davam edir və biz həmişə olduğu kimi əlbəttə ki, buna diqqət yetiririk.